Nəinki mayalanmış dişi şimpanzeenlərin sayını artırmaq, eyni zamanda erkək meymun sperması ilə də insanı mayalandırmaq lazımdır. Ancaq etiraf olunmalıdır ki, bu təcrübəyə Afrika qadınları deyil, Avropa qadınları daha tez razılaşırlar. Bu sözləri SSR-də bioloq olmuş İvanov İlya İvanoviç söyləmişdir. Bu gün sizə elə həmin bioloqun sirlərini açacağam. Yaxın tariximizdə insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyənin ən parlaq nümunələrinə 20-ci əsrin iki nəhəng və bir-birinə düşmən ideologiyaların hökm sürdüyü dövlətlərdə, Bolşeviklərin Sovetlər Birliyində və faşistlərin Almaniyasında rast gəlirik. SSR-də bu nəzəriyyəni praktikaya tətbiq etmiş İvanov əlinə keçən heyvanları bir-biri ilə cütləşdirməkdən həqiqətən qeyri-adi nəticələr əldə etmişdi. Məsələn, onun təcrübəsində siçanla siçovuldan, vəhşi buğayla inəkdən, haçaqulaqla dovşandan elə qəşəng, həm də qorxulu növləri alınmışdı ki, deməklə, yazmaqla başa gələn məsələ deyil. İvanov atlar üzərində tədqiqatı ilə praktik olaraq da sübut etmişdi ki, Tanrının yaratdığı ayğır 20-30 madyanı mayalandırdığı halda, onun nəzəriyyəsi ilə sazlanan ayğır bundan 20 dəfə çox madyanı mayalandırmağa qadir idi. Bəli, insanlarla insana bənzər meymunlar arasında tədqiqatlar aparan İvanov belə bir İvanov idi. Qeyri-rəsmi söhbətlərə inansaq, güya meymunla insan hibridini yaratmağa İvanova elə birbaşa Stalin özü əmr etmişdi. Ellər atasına qeyri-adi dərəcədə gücdür. Ancaq düşüncə baxımından o qədər də inkişaf eləməyən işlək qullar lazım imiş. Bu qullar qida kimi tullantılı yeməklərlə, ağac qabıqları ilə kifayətlənməli, müxtəlif şəraitlərə iqlimə dözümlü olmalı idi. Şimpanzenin gücü və cəhdliyinə, insanın da düşüncəsinə malik olan bu yarı meymun, yarı insan həm döyüşçü kimi, həm də işçi qüvvəsi kimi nəzərdə tutulurdu. SSR-də Xalq Komissarları Soveti dünyada ilk dəfə dişi şimpanzenlərin insan toxumları ilə mayalandırılması təcrübəsi üçün tam 10.000 ABŞ dolları ayırmışdı. İvanov yollandığı yerdə zəncilərin də köməyi ilə şimpanzenləri tutur, onları süni şəkildə mayalandırırdı. Ancaq bu təcrübədə meymunların bəziləri Afrikada bir qismi ölürdülər, qalanları isə hamilə qalmırdılar. İvanov belə bir qərara gəlir ki, qarşılıqlı mayalanma da lazımdır. Bu məqsədlə o Afrikada erkək şimpanzenlər tərəfindən zorlanmış qadınlarla bağlı yerli sakinlər arasında gəzən söz-söhbətləri diqqətlə toplayır və dəfələrlə yoxlayır. O bu kimi halların həqiqətən olub-olmadığını dəqiqləşdirmək istəyirdi. Niyyəti isə zorlanmış qadınlardan hansınızsa hamilə qalıb-qalmadığını bilmək idi. Ancaq məlum olur ki, belə hallar olsa da, zorakılığa məruz qalmış qadınlardan heç biri sağ qalmayıb. Onların hamısı vəhşi şimpanzenin güclü caynaqları arasında həlak olublar. Evelson yazır ki, müxtəlif məhbus qadınların da zorla cəlb edildiyi bu dəhşətli eksperimentlər nəticəsində ruslar meymun insan irqi əldə ediblər. Onların boyu 2 metrə qədər olur, bədənləri tüklüdür, insanlara nisbətən tez böyüyürlər, əllərindən nə keçdi yeyirlər, yaxşı iş görmə qabiliyyətinə malik idilər. İnsan meymunlarının yeganə çatışmayan cəhətləri var idisə, o da nəsl artırma qabiliyyətinə məhrum olmaları idi. Afrikaya birinci uğursuz səfərindən sonra İvanov təcrübələrini davam etdirmək üçün hökumətdən yenə də pul istəyir və imtina cavabı alır. Öz təşəbbüsü ilə yenidən Qveniyaya gedir və burada insan valideyninin boğaz özbaşınalığı ona bağışlanmır. Alim həbs olunur. 5 illiyə düşərgəyə göndərilir. Dözümlü məxluq yaratmaq istəyən İvanov həbsxana həyatına sadəcə 1932-ci ilə qədər dözə bilir.